السلام عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، حبيبنا وحبيب الله العالمين أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Əziz, möhtərəm müminlər, günlərin seyyidi Cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyi dəvət edirəm. Allah mütləq bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Çox əzəmətli Zilhiccə ayını yaşayırıq. Bu ayın böyük bayramlarından olan Qurban Bayramı və Qədir Xum bayramlarını qeyd elədik və Qədir Xum bayramı davam edir 3 gün ərzində, çünki əziz Peyğəmbərimiz 3 gün orada müsəlmanları saxladı. Həzrət Əli əleyhissalama beyət olundu ki, Qədir Xum gecəsində bunun barəsində danışmışdıq. Ona görə bu bayram adətən də 3 gün bayram halı ilə müminlərin keçirilməsi tövsiyə olunur və sabah da inşallah müminlərin təşkilatçılığı ilə bu bayram tədbiri keçiriləcək Gənclik restoranında və bütün müminlər də dəvətlidirlər. Saat 2-də təqribən məclis başlanacaq. Və bu ayın əzəmətli günləri var, əlamətdar günləri var. Onlardan da biri bu gecədir. Bu günləri Zilhiccə ayının 19-udur. Artıq şam azanından sonra Zilhiccə ayının 20-sinə daxil olunur. Zilhiccə ayının 20-si Allahın yer üzərində təyin elədiyi izzətlərdən, imamlardan 7-cisi İmam Musa Kazım əleyhissalamın, Musa ibn Cəfər əleyhissalamın mübarək mövlud günüdür. Bu münasibətlə də sizləri öncədən təbrik edirəm. Bayramınız mübarək olsun. İmam Musa Kazım əleyhissalamın mövludu ilə əlaqədar 2 tariximiz var. Biri Səfər ayının 7-sindədir. Biri də Zilhiccə ayının 20-sindədir. Amma daha möhkəm, daha məşhur olanı elə Zilhiccə ayının 20-sində olan tarixdir. Çünki bilirsiniz, Səfər ayı zaten həm də əza ayıdır, matəm ayıdır. Ona görə də adətən bu gecəki gecədə və sabahki gündə bu bayram təbii olaraq müminlər tərəfindən keçirilir. İmam Musa Kazım əleyhissalamın həyatı barəsində çox da danışmışdıq o həzrətin. Ömrünün son illəri o dövrün zalim xəlifələrinin əli ilə zindanlarda keçmişdi. O həzrəti haqq dediyinə görə, haqqın tərəfində olduğuna görə, Allahın kəlamlarını insanlara çatdırdığına görə və o zalimlərin əməllərini ifşa etdiyinə görə o həzrətlə ikinci mübarizə üslubu tapa bilmədilər ki, bütün imamlarımızın da demək olar ki, həyatında bu şey baş vermişdi. O həzrəti həbs eləyərək də çox çətin, ağır bir şəraitdə o həzrəti həbsdə saxladılar və həzrət zindanda da şəhid oldu və Bağdad yaxınlığında Kazımin adlı bir məntəqədə ki, o həzrətin adı ilə məşhurdur. Çünki o həzrət orada dəfn olunub. Allah bütün arzusunda olanlara həzrətin ziyarət və şəfaəti nəsib eləsin inşallah. Allah İmam Musa Kazım əleyhissalam o
çətin günlərinin ehtiramına nə qədər möminlər ki var çətinlikdədirlər, onların çətinliklərini, müşkillərini həll edib, onları da ailələrinə, evlərinə qovuşdursun inşallah. Və Zilhiccə ayının bir dənə də çox böyük bir hadisəsi var. Bu da Zilhiccə ayının 24-ündə, yəni bir neçə gündən sonra baş verəcək bir hadisədir. Bu hadisənin adı mübahilə hadisəsidir. Danışmışıq, mübahilə barəsində danışmışıq, qədir-ruhum barəsində danışmışıq. Amma ehtiyac var. Möminlər Əhl-i Beytlə bağlı olan, Əhl-i Beytin həqqaniyyətini aşkar şəkildə sübut edə biləcək hadisələri mənimsəməlidirlər və bunları biz vəzifəmizdir ki, insanlara da çatdıraq, insanlar da bunun barəsində məlumatlı olsunlar. Bu boyda, bu əzəmətdə bir hadisələr aradan getməsin, aradan itməsin. Və həm də eyni zamanda mübahilə günü Təthir ayəsinin nazil olduğu bir gündür ki, inşallah onu da bir neçə kəlmə ilə çalışsaq bu günləri sizlərə qısa bir məlumat verərik. Mübahilə nədir? Mübahilə ərəb kəlməsidir, bahələ kəlməsindən götürülür. Qarşılıqlı nifrinləşmə, qarşılıqlı lənətləşmə. Bizim dillə deyək də, qarşılıqlı qarğış. Mübahilə ərəb buna deyir. Bu hadisə necə baş vermişdir? Əziz Peyğəmbərimizin zamanıdır. Artıq İslam Ərəbistan coğrafiyasında yayılıb, artıq müsəlmanlar İslamı bütün ölkələrə çatdırıblar. Əziz Peyğəmbərimiz Məkkəni fəth edəndən sonra bütün ölkə rəhbərləri məktublar göndərir və eyni zamanda Hicazda, Ərəbistan yarımadasında o dövrdə xristianlar da yaşayırdılar. Elə indi də var. Böyük bir icmadır, xristian icması orada. Nəcran xristianlarıdır. Onların da bir rəhbəri var idi, Əbu Haris adında. Onlara rəhbərlik edirdi dini ayinlə. Əziz Peyğəmbərimiz ona da bir məktub yazdı, göndərdi. Dedi, mən sizi tək Allahlılığa dəvət edirəm. Tək Allahlığı gərək qəbul edirsiniz. Artıq İslam dünyada sonuncu bir din olaraq elan olunub və gərək siz də tək Allah İslam dinini qəbul edirsiniz. Və Həzrətin məktubu belə başlamışdı. Həzrət İbrahimin, İshaqın və Yəqubun Allahın adıdır. Allah tərəfindən təyin olunmuş Peyğəmbərindən Nəcran xristianlarının böyüyü Əbu Harisə məktub. Bu onu göstərirdi ki, əziz Peyğəmbərimiz bunu onlara çatdırır ki, biz bütün Peyğəmbərləri qəbul edirik və bütün dinlərə, bütün Peyğəmbərlərin gətirdiyi şəriətə biz hörmətlə yanaşırıq. İlk öncə Peyğəmbər bu mesajı verir. Və əgər siz qəbul etməsiniz, ondan sonra da Peyğəmbərimizin bəzi şərtləri var. Bunu o Nəcran xristianların böyükləri aldılar, öz aralarında müzakirə elədilər və bunun müqabilində Peyğəmbərə bir məktub yazıb göndərdilər ki, sən bizə tək Allahlılıq dininə dəvət edirsən, biz zaten tək Allahlılıq dininə. Biz də elə yeganə olan Allahı qəbul edirik. Peyğəmbərimiz bunların cavabında onlara dedi ki, xeyr, siz İsa'nı Allahın oğlu bilirsiniz, üçlüyə qailsiniz. Allah müqəddəs ruh və Həzrət İsa. Ona görə Allaha heç şərik qərar vermək olmazsınız. İsa'nı gətirib Allah ismində görürsünüz. Allahın oğlu nisbəti verirsiniz Həzrət İsa'ya. Bunlar da dəlil gətirdi ki, bəli də Həzrət İsa əleyhissalamın atası yoxdur. Ona görə də biz bu əqidədəyik ki, o hələ Allahın oğludur da. Onun atası ki, yoxdur. Atasız dünyaya gəlib demək Allahın oğlu. Əziz Peyğəmbərimiz bu ayəni onlara cavab olaraq İnnə məsələ İsa indəllahi kəməsələ Adəm xələqəhu min turab thumma qala lahu kun feyəqun. Siz əgər düşünürsünüz ki, İsa'nın atası yoxdur, ona görə o Allahın oğludur. İsa'nın yaranmışı Adəmin yaranışı kimidir. Adəmin Allah torpaqdan yaratdı, onu ol dedi və oldu.
O zaman eğer İsa'nın atası yoxdur, amma anası Həzrət Məryəmdir, ona nisbət verirsə Allahın oğludur, onda gərək Həzrət Adəmə ondan öncə deyəsə Allahın oğludur. Çünki Həzrət Adəmin nə atası var, nə atası var. Yəni bu məntiqlə yanaşsa gərək onda Həzrət Adəmə də deyəsə Allah oğludur. Bir yox, sizin düşüncəniz yanlışdır, səhvdir. Əgər İslamı qəbul etmirsə, məcburiyyət yoxdur. O zaman siz İslam coğrafiyasında yaşadığınıza görə İslama gərək müəyyən bir cizyə, bir vergi ödəyəsiniz. Bunun da səbəbi var. Bəzən bunu ateistlər, deistlər, İslam əleyhinə bu şeylərdən istifadə edirlər. Bunun mənası nə idi? Mənası budur ki, əgər İslam coğrafiyasına bir hücum olunursa, cihad hökm verilirdi və müsəlmanlar qalxıb cihadda iştirak edirdi. Onlar gedirdi, şəhid olurdu, onlar yaralanırdı, onların əlini qolunu itirirdi. Peyğəmbər deyir, siz də bu ölkədə yaşayırsınız, amma bu müharibələrdə iştirak eləmirsinizsə, ən azından gərək vergi ödəyəsiniz ki, bu döyüşçülərin silahı sursatı oxunmalıdır. Haqlı da, ədalətli də bir mövqedir. Bunlar razılaşmadılar. Gəldilər Peyğəmbərlə görüşə. Gəldilər Mədinəyə, Peyğəmbərin məscidinə. Qısa danışım ki, Peyğəmbər onlarla görüşdü, məsciddə görüşdü Peyğəmbər. Onlar girdilər, öz ibadətlərini məsciddə yerinə yetirdilər, Peyğəmbərlə danışdılar. Bu dialoqlar keçəndən sonra Peyğəmbərin sözünü qəbul etmədilər. Dedilər ki, o zaman gəl mübahilə edək. Mübahilə, Quran-ı Kərimdə ayəsi var. فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ Peyğəmbər, sənə bu elm nazil olandan sonra, haqq sənə yetişəndən sonra, sənlə cihad edən, sənin sözünü qəbul edəməyən, eşitməyən, mübahisə edən insanlara فَقُلْ تَعَالَوْ نَدْعُوا Deyinən ki, gəlin çağıraq. Kimi çağıraq? Əbna'ana və əbna'akum, nisa'ana və nisa'akum və ənfusana və ənfusakum sümmə nəbdəhi. فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاسِبِينَ Siz çağırın oğlanlarınızı, mən də çağırım oğlanları. Siz çağırın xanımlarınızı, mən də çağırım xanımlarını. Siz çağırın özünüzü, mən də çağırım özümüzü. Sonra bir-birimizə lənət oxuyaq, bir-birimizə bəla istəyək Allahdan. Pəs, hər kim yalancıdır bu məsələdə. Əgər deyirsiniz, mən özümdən çıxarmışam, iddialarım yalancı, iddialarda Allah mənə bəla göndərsin. Yox, əgər siz haqqı qəbul eləmişsinizsə, sizə bəla göndərsin. Bunlar razılaşdılar. Razılaşdılar. Sabah səhrada bir yer təyin olundu, orada görüşəcək. Bu hadisəni bir neçə böyük İslamda əhl-i-sünnə alimləri nəql edirlər bu cür. Onlardan biri Zəməxşəri öz kəşşafında, onlardan biri İmam Razi öz təhsirində, İbn Əsir Kamilində bu hadisəni yazıblar. Amma mən bu hadisəni çox oxuyuram Zəməxşərinin təfsirindəndir. Yəni əhl-i-sünnə alimidir bu sözləri yazan. Deyir ki, və nəql edir bu hadisəni Peyğəmbərin həyat yoldaşı olan Ayşə xanım. Ayşə xanım. Peyğəmbər səhərsi gün getdi mübahilə meydanına. Baxdılar ki, o tərəf özlərindən qabaqca məsləhətləşmişlər. Ki, səhər biz görsək Peyğəmbər qoşunla gəlir, demək ki, bu yalancı, güc göstərir. Yox, görsək ki, ailə üzvlərindən gəlir. Bu çox təhlükəlidir. Demək, özünə çox arxayın. Səhər kənardan baxdılar, gördülər Peyğəmbərimiz gəlir. Demişdi, gəlin oğlanlarımızla Peyğəmbərimiz gəlir yanında İmam Həsən və İmam Hüseyn. Yəni, Quran bizə bunu öyrədir ki, İmam Həsən və İmam Hüseyn Peyğəmbərin balalarıdır. Qızının vasitəsilə Allahın oğul evlatlarıdır. Bu günləri bəzi təəssübkeşlər, bəzi ya İslamın ruhundan xəbər olmayan, ya elə bilib də düşmənin dəyirmanına su tökənlər görürsən, gəlirlər İmam Hüseynlə Yəzidin hadisəsini müzakirə edirlər ki, burada kim haqqı idi, kim nahaqqı idi. İmam Hüseyn Yezidə qarşı çıxmışdı, xəlifə idi. Bu cəfəng iddialarla, əzizlərim, Quran bizə gəlib tanıtdırır ki, Əhl-i-Beyt kimdir? Bunlar Peyğəmbərin canıdır, ruhudur. Bunlar Peyğəmbər sözü deyil, bunlar Allah sözü deyirlər. Hər kim bunların qarşısına çıxsa bilin ki, batildir. Kimliyindən asılı olmayaraq, onun heç bir statusu önəmli deyil.
Və Peyğəmbərimiz deyir, xanımlar deyərsən yanında yalnız və yalnız xanım Zəhra var. Yəni, başqa digər xanımlar yox. Və ən maraqlı tərəfi bu da ənfusəna. Peyğəmbər deyir, özünüzü gətirəcəyik, siz də özünüzü gətirin. Peyğəmbər gəlir Əli əleyhissalamdan. Quran bizə öyrədir ki, Əli əleyhissalam Peyğəmbərin özüdür. Peyğəmbərlə bir ruhdur, bir candır, iki bədəndədirlər. Onlar bir-birindən ayrılmaz şəxslərdir. Onlar bir ruhu bölüşürlər. Bugün Həzrəti Əli əleyhissalamın kəlamları eyni Peyğəmbərin kəlamları. Peyğəmbərin dedikləri, öyrətdikləri də Həzrəti Əli əleyhissalam insanlara çatdırır. فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاظِمِينَ. Ardıca deyir ki, Allah deyir Peyğəmbərinə ki, ondan sonra deyirlər ki, Allah yalançıya lənət edəcək. Bugün də bir bəzi iddia var, çıxır, deyirlər ki, yox, lənət demək heç kimə olmaz. Peyğəmbərdən bir hədis gətirirlər. Peyğəmbərin bir kəlamı var, deyir ki, çox dilini lənətə öyrədənlərə cənnət halal olmaz. Bu hədisdən təhrif edirlər mövzunu, insanları çaşdırırlar. Çox lənət deyən insan, yəni Peyğəmbər o adamlardır ki, bəzi insanlar vardır bu cür. Elə kimə gəldi lənət? Lənətin mənasıdır ki, Allah öz rəhmətini falan kəsdən əsirgə. Deyirlər, lənət, o şəxs o lənətə layiq olsa, o zaman lənət insanın özünə qayıdar. Ona görə din deyir ki, hər kəsə, mümin qardaşlara, dindarlara, hər hansı bir səhvinə, nöqsanına görə lənət demir. Bunun barəsində də bir dil üzü lənət öyrəşdirmir. Bu cür adamlar cənnətə getməz. Amma Allah Peyğəmbərinə öyrədir ki, lənət deyilən. Lənət bir növ mövqeyi göstərməkdir. Allahın düşməninə, dinin düşməninə, sənin lənət deməyi bu mənadadır ki, yəni Allah, mən bu adamdan kinim var, bu adama nifrətim var, bu adamın sözünü, əməlini qəbul etmirəm. Mənası budur. Onlar gördü ki, Peyğəmbər elə bir şəxsiyyətlərlə gəlir ki, tarixdə var. Dedilər ki, əgər biz Peyğəmbərlə mübahiləyə getsək, bunların duası, Peyğəmbərin duası və bunların amili bizi və bizim bütün olanlarımızı yandırıb məhv edər. Biz imtina edirik, razılaşırıq. Ondan sonra Ayşə xanım deyir ki, bu ayə nazil oldu. İnnəmā yuridullahu yusra'ankum rizqal bayt və yutahhirahum tadhira. Bu 5 nəfəri Peyğəmbər əbanın altına aldı. Allah bu ayəni göndərdi ki, biz bu 5 nəfəri Allah deyir, biz iradə elədik ki, bunlar bütün nöqsanlardan, eyiblərdən, çirkinliklərdən pak olsunlar. Əzizlərim, bu ayə bəzən deyirlər ki, Quranda niyə Həzrəti Əli əleyhissalamın adı yoxdursa? Bu ayədən bariz, açıq aşkar, hansı dəlil axtarır insan? Allah deyir ki, bu 5 nəfər bütün nöqsanlardan, bütün eyiblərdən münəzzəhdirlər. Allah bunları təmiz, pak qərar verdi. O zaman sən necə iddia bilərsən ki, xanım Zəhra gəldi, mənəm fədəy istəyirdi, mal istəyirdi. Həzrəti Əli əleyhissalam gəldi, xilafət istəyirdi. Həzrəti Əli əleyhissalam Qədir-Xumda, nə bilim, qənimətlərin bölgüsündə nəsə bir haqsızlıq eləmişdi. İmam Hüseyin gəlmişdi Kərbəlaya, vəzifə dalıca gəlmişdi. Bu sözləri deyənlər Allaha böhtan atırlar. Allaha iftira atırlar ki, Allah deyir, mən bunları pak elədim. Sən deyirsən ki, bunlar nöqsanlıdırlar. Ona görə belə bir gün, əzəmətli bir gün çox əziz tutulmalıdır və bunu biz bayram bilməliyik özümüz üçün. Çünki Əhl-i Beytin haqqı Quranda təsbit olunan bir gündür. Allah bizləri Əhl-i Beytdən uzaq salmasın inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan əhəd. Sadaqallahu l-əliyyul azim. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم
وعلى أهل سيدنا المعصومين وعلى أرواحهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد Allah, usikum və nəsil təqvallah. Əziz möhtərəm müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməkdə, Allahın tavizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bir məsələnin barəsində istəyirəm danışım ki, dəfələrlə danışmışıq, amma çox zəruridir. Bu da insanın ömrüdür, zaman anlayışıdır ki, insana verilmiş çox böyük bir dəyərli nimətdir. Heç təsadüfi deyil ki, Quran-ı Kərimdə Allah-u Teala zamana and içir. Quran-ı Kərimdə Allah-u Teala buyurur: Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfî xusr. And ola əsrə. İndi əsrin cürbəcür təfsirləri var. Hər halda mövzu zamandır, vaxtdır. Allah zamana, vaxta and içməklə bizə istəyir başa salsın, göstərsin ki, zaman üçün həyatımızda çox dəyərlidir. İnsan malını itirər, qazanar. Nə bilim, hər nə həyatda varsa insan onu bəlkə də yenidən əldə edirlər. Yeganə neymətdir ki, getdikcə gedir. Əlimizdən getdikcə gedir. Buz misalında əriyir və suya dönür. Hər kim bunu yaxşı ticarət eləsə, yaxşı qiymətə satsa, odur. Hər kim bu ticarətdə səhlənkarlıq eləsə, ömrün bihudə versə, bu adam ziyankardır. Quran buyurur: Vəl-əsr innəl insana ləfî xusr. And ola əsrə ki, bütün insanlar ziyan içindədirlər. Çünki ömür gedir, qarşılığında bunu ticarətini eləyə bilmir, bir şey ala bilmir. Allah Müteala buyurur: İllellezîne âmenû və amilussâlihat. İstisna var, bütün insanlar ziyandadır. Lakin bəzi insanlar var ki, ziyan eləmirlər. Çox az insanlardır bunlar. Kimdir bu insanlar? İllellezîne âmenû. Birinci şərti budur, gərək iman gətirir. İman gətirməyən hər kəs ziyandadır. İman gətirsin, tək iman gətirməklə kifayətlənir, xeyr. İman gətirmək işin tamamı deyil. İnnellezîne âmenû və amilussâlihat. İman gətirdik deyəndən sonra əməli salih etsin, yaxşı əməllərlə məşğul olsun. Və təvassul bil-haqq və təvassul bis-səbr. İnsanlara haqqı tövsiyə eləsin, insanlara səbra tövsiyə eləsin. Çox da maraqlı bir surədir. Allah deyir ki, iman gətirəndən sonra salih əməllər görsün. Sonra deyir ki, insanlara haqqa dəvət eləsin və insanlara səbrə dəvət eləsin. İnsanlara, əzizlərim, haqqa dəvət eləmək, səbrə dəvət eləmək əməli salih deyil. Allah niyə əməli salih edin və ikinci dəfə bir də deyir ki, insanlara haqqa dəvət edin. Elə əməli salihin içində, salih əməllərin içində insanlara haqqa dəvət etmək də var. Səbrə dəvət etmək də var. Allah bizə başa salır ki, yaxşı işlərimiz bir tərəfədir. Amma cəmiyyətdə əmr və məruf etmək, insanlara haqqa dəvət eləmək, insanları səbrə dəvət eləmək çox mühüm məsələdir. Və səbrə dəvət eləmək bu deyil ki, məsələn, elə Allah sizə səbr versin deyək. Bu kifayət eləmir. Biz ülkə olaq, nümunə olaq, insanları səbrə dəvət eləyək. Yəni, bir yerdə bir cəmiyyətdə gördük ki, bir negativ var. O negativə can yanğısı ilə ürək qoyaq, əməl qoyaq, rəftar qoyaq, bu şeyi islah eləməyə çalışaq. Buna görə çox mühümdür. Bir ustadlardan biri danışırdı bir hadisəni, bir rəssamın halından danışırdı. Bir rəssam var idi, bir tələbə yetişdirmişdi özü üçün, mükəmməl bir tələbə yetişdirdi özü üçün. Bir yerə gəldi, satdı, dedi ki, mən sənə bütün rəssamlığın sirlərini öyrətmişəm, mənim sənə öyrədəcəyim bir şey qalmır. Gəl, yollarımızı ayıraq. Özün müstəqil bir yol tut, özün üçün iş fəaliyyət göstər. Bir həmin tələbə rəssam gəldi, müəllimindən ayrılandan sonra bir dənə vaxt ayırdı, bir gözəl bir portret, bir sənət əsəri ərsəyə gətirdi. Ondan sonra gətirdi, onu qoydu, məsələn, meydanların birində və yanında da bir lövhə yazdı qoydu, bir yazı yazdı qoydu. Bir də qələm qoydu. Dedi ki, xahiş edirəm, bu şəklə, bu portretə diqqətlə baxasınız. Harada çatışmamazlıq varsa, o çatışmamazlığın üzərinə bir işarə qoyun. Harası nöqsanlıdır, xoşunuza gəlmirsə, oraya bir işarə qoyun. Bir müddət keçdi, gəldi, baxdı, gördü ki, o portretindən əsər əlamət qalmıyor.
Bütün üstü cızmaqaradır da. Hər gələn bir şeyinə bir üstəgəl qoyub ora bir ki, yəni burası xoşuma gəlmədi, burası nöqsanlıdır və portretdən əsər qalmır. Bütün cızmaqara. Bu götürdü portreti, çox pərişan halda gəldi öz ustadının yanına. Dedi, ustad, mənə şəkil çəkmə öyrədin. Amma bu şeylərdən mən baş çıxara bilmədim. Mən çox böyük bir əsər ortaya gətirmişəm. Bunu qoydum meydanda, bax, bu da bunun indiki halım. Ustad baxdı, gördü ki, oradan portretlər çox vəziyyəti pisdir. Dedi, bu portretin eynisini çəkə bilərsən. Dedi, çəkərəm ustad. Dedi, çək, düzəlt gətir. Çəkdi, apardı ustadına, ustad apardı, həmin meydanda, həmin yerə qoydu portreti. Yenə bir qələm qoydu orada, bir lövhə yazdı. Dedi, bu portretə diqqətlə baxın. Harasında nöqsan görürsünüzsə, o nöqsanda düzəliş edin. Düzəldin o nöqsanı. Demədi, oraya işarə qoyun. Dedi, o nöqsanın düzəldin. Bir həftə keçdi üstündən, gəldilər, baxdılar, gördülər ki, portret necə var qalır? İnsanlar gəlir, baxır ki, ustadı tələbəsinə ikinci həyat dərsini verdi. Dedi ki, oğlum, bax, insanlar irad bildirməyə pərgərdir, amma nöqsan düzəltməyə yox. Bizim insanları səbrə dəvət edək, insanları haqqa dəvət edək, insanların səhvlərini, nöqsanlarını düzəltməyə çalışaq, faş eləməyə yox. Abır aparmağa yox. Biz deyir ki, məsələn, bu cür işlər var, bu cür işlər var. Onu düzəldək də, əzizlərim. O zaman biz islahatçı olacaq. O zaman. Ona görə də Quran-ı Kərimdə bu zamanın barəsində bir neçə bizim ayələrimiz var. Quran-ı Kərim buyurur, İnnə mə'al usri yusra. Həqiqətən, əminliklə, innə bir sözün kəlməsinin qabağında gəlirsə, mütləq huzur olacaq mənası verir. İnnə mə'al usri yusra. Arxain olun ki, bütün çətinliklərin dalınca bir asanlıq, bir rifah gəlir. Fəizə fərəqdə fənsab. Allah Peyğəmbərinə deyir ki, elə ki, sən azad oldun bir işdən, növbəti işə başla. Yəni, mömin bekar ola bilməz. Bu işi bitirdirsə, növbəti işə başlamalı. Müminin bekar vaxtı olmamalıdır. Və ilə Rabbikə fərğəb və Allah'a qarşı rəğbətli ol günə. Yəni, gördüyümüz işləri çox keyfiyyətli görək, bir mümin vəzifəmizdir. Baxın, Peyğəmbərimizin həyatında bir hadisə var. Deyirlər ki, bir nəfəri dəfn edirlər. Dəfn eləyəndən sonra görmüşlər, torpaqla örtürlər, dəfn üstü. Peyğəmbər gəlirdi, əli ilə o torpağı düzləyirdi, düzəldirdi. Daşları yanına səliqə ilə düzürdü. Dedilər ki, ya Rasulallah, da ölür. Qəbirdir də, 5-10 günə dağılıb gedəsin. Dedi, yox, hər gördüyünüz işi səliqəli, mükəmməl görün. Peyğəmbərimizin bizə öyrətdiyi bu. Başqa bir ayə-i şərifə Quran-ı Kərim buyurur, Bismillahirrahmanirrahim. Qad əfləhəl müminun, müminlərin barəsində danışır. Müminlər nizat tapdılar. Əlləzinəhum fi salatihim xaşiun. Müminlər olardılar ki, namazlarında xuşu halını tapıblar. Çox xuşu özü bir mövzudur da danışarıq barəsində. Təqvalı bir namaz qılırlar. Vəllədinəhum anilləhvi mu'razun. Müminlər o şəxslərdirlər ki, bütün bihudə şeylərdən uzaqdırlar. Əzizlərim, müminin boş vaxtı olmamalıdır. Dəmin oynasın, müminin boş vaxtı olmamalıdır, nərd oynasın. İndi elə halaldır, haramdır, bu tərəfindən bizim işimiz yox. O da özü bir mövzudur. Ki, bəzi alimlərimiz elə nərdə haram bilirlər. Bəzi alimlərimiz ümumiyyətlə bütün stol-üstü oyunları haram bilirlər. Axı, məsələ budur ki, hətta haram olmasa belə, Quran deyir ki, müminin xüsusiyyəti budur ki, bihudə işlə məşğul olmaz. O, ora ayırdığı o 1 saatı, 3 saatı, 5 saatı gedər, məsələn, qəza namazı qılar, mütaliə eləyər, gedər həyətində alaqları təmizləyər. Axı, bir xeyirli bir iş görər də. İndi hər birimiz həyatımızda bu günlər bu işlər olubsa da, bu işləri daha kənara qoyaq, Allahdan bir bağışlanma diləyək və o zaman neməti ki, var bizim əlimizdə, nə qədər əlimizdən getməyib. Əziz Peyğəmbər buyurur ki, 2 nəfər var ki, 2 şeyin qədrini bilməz. Biri cavandır, ömrün, zamanın qədrini bilməz, onu yaşlılardan soruşun. Biri də sağlamdır, xəstəlik gəlməmiş, can sağlığının qədrini bilməz.
Ona görə bu şeylərin qədrini bilək, əzizlərim. Allahdan bu ömür ki bizə verilib, onu bərəkətli yaşayaq. Allahın verək izzət cəlalına ömrümüzü, vaxtımızı Allah yolunda sərf etməyi bizlərə nəsib eləsin inşallah. Bismillahirrahmanirrahim.